Bu avtomobil BMW fondu dizelli. Avtomobil sahibi yanımızdadır, yaxınlaşıb bizim yanımıza. Deməli, Saatlı rayonundan avtomobili evakuatorla gətirdi yanımıza. Deməli, Səhlənkar avtomobil sahibinin elə özündədir və özü də burada da eşidir. Qardaş, deməli, Koreyadan maşını alıb gətirib və gətirəndə sistem baxımı, vaxtında təmizliyin eləməyib. Ümumiyyətlə, heç bir şey əl vurmayıb, özü də deyir ki, deyir qardaş, heç elətdirmədim. Hamı deyir ki, get bunu sistemi yuduzdur, təmizlətdir, lazım işlərini gördür ki, sonradan başqa fəsad törətməsin. Qardaş heç bir iş gördürməyib, sadəcə elə sürüb. Yəni, uzaq məsafələrdə də sürəndə belə, yəni qovmayıb, heç olmasa qovam, saja filtr sistemi bəs təmizlənsin, heç bir şey eləməyib. İndi evakuatorla yaxınlaşıb yanımıza. Bir dənə xod da, qardaş. Qaz ver. Sondur. Yəqin ki, səsi eşitdiniz də. Avtomobildə problem nədir? Deməli, saja filtr tutulub. Normalda bu avtomobildə 5 litr yağ gedir, amma 1 litrdə artıq çıxıb. Həmin müəyyiddən çıxan qurumlar ixrac ola bilmir egzoz vasitəsilə, quluşdur vasitəsilə egzoz ola bilmir çölə və başlayır boğulma yaratmağa, dolmağa. Saja filtrdə dolduğu zaman, baxın, turbonu belə sıradan çıxardır. Yaxşı ki, qardaş söz sürəyə gəlməyib, bizə zəng elədi, dedi, qardaş, suyumu gətirin, dedi, yox, qardaş, ən yaxşı evakuatorunu gətir. Çünki belə hal olduğu zaman sürülərsə, bu gördüyünüz pər, avtomobildə olan pər, gedib Porsche'nin başına düşə bilər və yaxud da ki, turbo raznos gedə bilər. Raznos da onunla ibarət ki, mühərrikdə olan yağ qutarmayınca avtomobil sönmür. Söndürmək istəsəniz belə avtomobil sönmür. İndi problem nədir? Problem burada turbodur ki, turbo sökülməlidir, turbo ustasına getməlidir, əl ustamızın yanına getməlidir, turbo stend olunmalıdır, ya padaçilərini tutmuş, hər bir şey diametrası yoxlanılmalıdır, pərdə lazımı işlər görülməlidir. Bu düzdür, turbo ustasının işidir, onun sahəsidir. Biz tam dərinliyinə qədər bilmirik, işi əhlinə göndərəcəyik inşallah. Buna əlavə olaraq biz sistemi təmizləyəcəyik və saja filtrə qaldıqda isə iki variant var. Ya saja filtr yuyularaq düzələcək, yox əgər o effekt verməsə, məcbur Euro 3 proqram təminat olunmalıdır. Bağla.